Salam. Salam, mənim adım Rzayev Rəhimdir. Mənim 9 yaşım var. Mən 3-cü sinifdə oxuyuram. Təşəkkür edirəm Rəhim. Sənə bəzi suallar verəcəm. Onları cavablamanı istəyirəm. Birinci vurma cədvəlindən suallar verəcəm sənə. Tez-tez cavablamanı istəyirəm. 3 vur 4. 12, 2 vur 8. 16, 4 vur 4. 16, 2 vur 4. 8, 9 vur 8. 72, 8 böl 2. 4, 16 böl 2. 8, 10 vur 5. 25, 10 vur 5, 50, 50. 8 vur 7. 56, 9 vur 9. 81, 12 böl 6. 12, 10 böl 2. 5, 4 böl 2. 2, 8 böl 4. 2, 8 vur 8. 64, 7 vur 8. 56, 8 üstə gəl 7. 15, 6 üstə gəl 6. 12, 13 çıx 5. 8, 10 üstə gəl 5. 15, 18 üstə gəl 2. 20, 15 çıx 10. 5, 15 çıx 5. 15'ten 10. Rəhim, isim nəyə deyilir? İsim ada deyilir. İsim, Ad bildirir. Ad İsim bildirir. ad bildirir. və sifət Əlamət bildirir. əşyanın Əlamət. əlamətini bildirir. Feil Hərəkət. hərəkət bildirir. Və say miqdarı bildirir. Miqdarı. Nitq etiketləri nəyə deyilir? Xalqların özünə məxsus olan görüşmələrinə, təbriklərinə, ayrılmaqlarına nitq etiketi deyilir. Mənə cüt rəqəmlərdir. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, Yetər. 26. Aha, kifayətdir. İndi tək ədədlərdir. 1, 3, 5, 7, 9, 11, 13, 15, kifayətdir. 19, Üç bucağın neçə bucağı var? 3, Kvadratın, 4, düz bucaqlının, 4, dairənin, 0, yəni yoxdur. yoxdur. Epizod nəyə deyilir? Mətnin qısa məzmununa. Bəs söz birləşmələri nəyə deyilir? Söz birləşmələr 2 və ya daha artıq sözlərin birləşməsi. Afərin, sözlərin birləşməsinə. Rəhim, 384 ədədinin yüzlüyünü, onluğunu və təkliyini mənə de. Yüzlüyü 384-ün 300-dür, onluğu 80-dir, səkliyi isə 4-dür. 562-nin Yüzlüyü 500-dür, onluq 60-dır, təkliyi 2-dir. Afərin sənə. 401 Onluğu, yüzlüyü 400-dür, onluğu yoxdur, təkliyi isə 1-dir. Rəhim, sözlərin düzgün yazılışını hansı lüğətdə əks görə bilərik? Orfoqrafiya, məsələn, ailə sözünə y yazmırıq, a ilə yazırıq. Amma Məsələn, deyilişdə? nailə amma deyilişi ailədir. Nailə sözü y yazılmır, amma deyilişdə y-dır. Nailə yazılır. Stadion sözündə y olmur, stadion olur. Məsələn, sonra dairə sözündə y yazılmır, dairə yazılır. Kompot sözü bəs necə deyilir, necə yazılır? Deyilərkən kompot yazılır, deyilir. Yazılarkən isə kompot yazılır. Afərin, bəs zəif, Yazılışı zəifdir, deyilişi zəifdir. xahiş, Yazılışı xahişdir, deyilişi xahişdir. afərin sənə. Çox sağ ol Rəhim. Çox sağ ol. Təşəkkür edirəm.